Mərkəzi O nöqtəsində olan çevrənin MN vətəri AB diametri ilə K nöqtəsində kəsişir. OK 4, qeyd edək OK-nı. OK 4-dür. AK X olarsa, AB diametri K nöqtəsi kəsir. OK 4-dür. AK X-dir. MK X plus 1 və NK-da X plus 6 olarsa çevrənin radiusunu tapın. OA və OB radiuslar olduğu üçün onlar bir-birinə bərabərdir. Yəni O'dan K'ya X plus 4-dürsə, daha doğrusu O'dan A'ya X plus 4-dürsə, deməli O'dan B'yə də X plus 4 olmalıdır. Çevrə daxilində kəsişən vətərlərin xassiyəsinə əsasən yaza bilərik ki, AK vurulsun KB bərabər olmalıdır. MK vurulsun KN. Deməli, AK X-dir, X vurulsun KB. KB olacaq 4 üstəgəl, X üstəgəl 4. Yəni, X üstəgəl 4 üstəgəl X. Yox, 4. Burada 4 var. Sadəcə 4. Bərabərdir. MK X plus 1-dir. Vurulsun X plus 6. İfadəni vurub açıb sadələşdirək. X vurulsun, burada alırıq X üstəgəl 8. X vur X üstəgəl 8 bərabərdir. X plus 1 vurulsun X plus 6. Vurub açıb sadələşdirsək nə alacaq? Deməli, X-in kvadratı üstəgəl 8X bərabərdir. X-in kvadratı üstəgəlsin 6 ilə 1, 7X. Üstəgəlsin 6 ilə 1-in hasili də 6 eləyir. X kvadratlarını sağdan və soldan silsək, 8X-dən 7X çıxsaq qalar X bərabərdir 6-ya. Deməli, X 6-dırsa, çevrənin radiusu bizdən tələb olunur. Çevrənin radiusu OB-yə bərabərdir. O da 6 üstəgəlinsin 4, yəni 10 eləyər. Doğru cavabımız 10.